Salam, axşamınız xeyir olsun əziz xanımlar. Salamlayıram hər birinizi. Biz keçən dərsimizdə üsullar mövzusuna toxunmuşduq, üsullardan danışırdıq və indi onun davamını keçəcəyik. Deməli, bugün sizə interaktiv üsullardan danışırıq. Yəni, biz demişdik ki, o qədər interaktiv üsullar var idi ki, saysız hesabsız idi. Yəni, onlar çox idi. Yəni, bu üsullar mövzusudur, davam edirik. Məşhur interaktiv üsullardan biri də qərarlar ağacıdır. Biz ondan danışacağıq. Ümumiyyətlə, interaktiv üsullar dediyimiz kimi şagirdlərdə həyati bacarıq formalaşdırır. Ona görə də baxın, üsulun adında da var qərarlar ağacı. Yəni, qərarlar ağacı interaktiv üsulunu tətbiq etməklə müəllim şagirdlərdə həyata hazırlayır. Həyatda harda qərar vermək lazım olacaq, qərar vermək lazım olanda hansı yolları seçəcəyik, hansı alternativ variantlardan istifadə edəcəyik. Ona görə də qərarlar ağacı məhz şagirdlərdə həyati bacarıqları formalaşdırır. Deməli, burada məsələ nədən ibarətdir? Müəllim şagirdlərə hər hansı bir çıxılmaz vəziyyətdə olanda hansı qərardan istifadə edəcək, məhz bunu öyrədir bu üsulun tətbiqi ilə. Deməli, müəllim problemi qoyur, problemlə bağlı şagirdlər müxtəlif variantlar söyləyirlər, yəni problemi necə həll edə bilərik. Deməli, burada şagirdlərin cavablarının içərisində yəni ən yaxın cavablar seçilir, üçü seçilir. Deməli, tutaq ki, sinifdə 25 şagird var, 25-i də fikir bildirir. Amma müəllim deyir ki, Xədicənin, Fatmanın və Səmayənin fikirləri daha yaxşıdır. Yəni, daha yaxındır. Bu üç variantı seçək və müəllim deyir ki, ay uşaqlar, Xədicənin deməli, seçdiyi yolu istifadə etsək, bizim itirdiklərimiz nə olar, qazandıqlarımız nə olar? Deməli, Fatmanın dediyi variantı seçsək, itirdiklərimiz nə olar, qazandıqlarımız nə olar? Eləcə də üçüncü qızın, yəni 3 nəfərdir də bunlar. Deməli, burada əsas məsələ nədir? Yəni, hər variantı ayrı-ayrılıqda seçsək, nəyi itirərik, nəyi qazanarıq? Deməli, burada müəllim şagirdlərə deyir ki, hardakı biz qazanarıq, biz nəsə əldə eləyərik, orada üstəgəl qoyaq. Məsəl üçün, nə əldə eləyəcəyik? 1 bu, 2 bu, yəni üstəgəllər qoyuruq. İtirdiklərimizə görə isə çıx işarələri qoyuruq. Və axırda baxacağıq, görək, hansı qızın seçdiyini biz tətbiq eləsək, bu problemin həlli üçün, yəni bizim çıxlarımız daha azdır. Nəinki üstəgəllərimiz daha çoxdur. Onların variantı deyil, yəni çıxanlarımız, minuslarımız, yəni az olan variantı seçəcəyik. Yəni, bu da nə deməkdir? Şagirdlərə öyrədir ki, bu üsulun tətbiqi həyatda biz nə qədər çox qazanarıqsa, çox da itirəcəyiksə, deməli, bu doğru variant deyil. Biz əsasən az itirdiklərimizi seçəcəyik. Yəni, haradakı itirməmiz azdır, haradakı bizim ziyana düşdüyümüz azdır, o variantı istifadə edəcəyik. Hətta həyatda da belə deyirik də, nənələrimiz də deyirdi ki, əşi, çox qazanıb çox da itirəcəksənsə, elə otur evində az qazan. Yəni, hətta belə də deyirlər nənələrimiz ki, yəni, elə bu da məhz yenə də deyirəm ki, mən deyəndə ki, məsəl üçün, Azərbaycan anaları, nənələri kurikulum yazır deyirdim. Deyirəm hər zaman xanımlara, yəni deyirlər ki, bilirəm müəllimə, kurikulumu bizim analarımız, nənələrimiz yazıblar. Vallahi bizim analarımız, nənələrimiz yazıb. Sadəcə olaraq onu sistemləşdirib Andrey, Karol Piaget, yəni belə Karol Dweck belə sistemləşdirib deyirlər. Bəli, bunlar bizim həyatımızdadır bunların hamısı. Deməli, interaktiv üsullardan qərarlar ağacı o deməkdir ki, biz şagirdlərə qərar seçən zaman harda fikrimiz azdır, o variantı seçəcəyik. Burada da əsas şagirddə də nə formalaşır? Nəticə çıxarmaq, ümumiləşdirmə bacarığı formalaşdırır, tənqidi təfəkkür, məntiqi təfəkkür, optimal variantlardan istifadə etmək, əməkdaşlıq etmək, komanda ilə işləmək bacarığı formalaşdırır. Bu da məhz şagirdləri eləcə də həyata hazırlayan interaktiv üsullardan biridir. Məşhur interaktiv üsullardan biri də məhz
Sinlektikadır. Deməli, sinlektika usulu Yunan dilindən tərcümədə müxtəlif cinsli elementlərin birləşməsi mənasını verir. Deməli, bu qrup komanda ilə deməli icra edilən bir interaktiv üsuldur və burada əsasən müzakirə təşkil edilir. Yəni əsasən müzakirədən ibarətdir. Yəni burada həll edici hansı ki yollar var, həll edici yollar var, müzakirə olunur. Deməli burada əsas məsələ nədir? Bunun açar məqamı nədir? Bir tərəf problemi irəli sürən tərəfdir. Digər tərəf problemin həlli ilə bağlı təklif irəli sürən tərəfdir. Tutaq ki, müəllim şagirdlərə deyir ki, baxın iki komandaya bölünürsünüz. Bir tərəf problemi qoyur. Digər tərəf problemin həlli ilə bağlı yol fikirləşir. Baxın, digər üsullarda problemi şagird qoymurdu. Məsələn, beyin həmləsində də müəllim problem qoyurdu. Problemlə bağlı şagirdlər fikirlərini bildirirlər. Bundan əvvəl, məsələn, izah etdiyim qərar ağacında da eynidir. Amma sinlektikada problemi qoyan da şagirddir. Onun hər yolunu deyən də şagirddir, əzizlərim. Deməli, ona görə də baxın, deməli, əsasən şagirdlərdə müzakirə bacarıqları formalaşır. Baxın, burada müəllim cümlə köklərindən istifadə edəcək. Cümlə köklərindən, məsəl üçün, kimdən almaq istəyirsə o problemin cavabını, mən düşünürəm ki, Jalə, sən nə düşünürsən qızım, de. Və yaxud mənə elə gəlir ki, burada ən yaxşı yol, Nihat, sən davam elə. Yəni, mən bu qənaətə gəldim ki, Şəhla, sən denən, əvvəlini biz deyirik, ardını Şəhladan soruşuruq. Mən burada ən doğru həll yolunu, Aysu, sən davam elə. Deməli, mən kimdən nəyi almaq istəyirəmsə, bu əsərdəki nəticəni soruşa bilərəm. Məsələn, həllindən asan yolu soruşa bilərəm. Tarixdə gəldiyi nəticəni soruşa bilərəm. Deməli, əsas məsələ nədir? Problemi bir tərəf qoyur, digər tərəf problemi həlli ilə bağlı təklif yol irəli sürür. Biz sonra yenə də digər tərəfi problem qoyan başqa bir tərəf isə təklif irəli sürən tərəf kimi qoya bilərik. Deməli, ona görə də burada əsasən problemin həllinə yönəlir, problemi optimal həll yolu tapılır və burada əsasən deməli, şagirdlər heç vaxt başqasının sözünü kəsmirlər, başqasının fikrinə hörmətlə yanaşırlar. Yəni, hər kəsin bir problemində bir yolu var, necə təklif eləyəcəklər və burada assosiasiyalar yaranır və şagirdlərdə həm də dinləmə bacarığı, dinləmə mədəniyyəti formalaşır. Yəni, hər kəs sakit bir-birini dinləyir. Bir tərəf problem qoyur, bir komanda isə problemin həlli ilə bağlı deməli təklif irəli sürürlər. Məşhur interaktiv üsullardan biri də nə olardı daha doğrusu, nə olardı üsuludur. Biz bunu tənqidi təfəkkürdə də demişik. Məsələn, deyirik ki, atmosfer olmasaydı nə olardı? Çiçəklər olmasaydı nə olardı? Bitkilər olmasaydı nə olardı? Ev heyvanları olmasaydı nə olardı? Və yaxud da, məsələn, bugün biz qara qızıl haqqında dərs keçmişik. Şagirdlərə deyə bilərik ki, dərsin sonunda mövzunun əhəmiyyətini bildirmək üçün, şagirdlərdə tənqidi təfəkkürü inkişaf etdirmək üçün, uşaqlar, neft olmasaydı nə olardı? Yəni, faydalı qazıntılar olmasaydı nə olardı? Yəni biz su haqqında dərs keçmişik, suyu soruşa bilərik, dostluq haqqında dərs keçmişik. Uşaqlar, dünyada dostlar olmasaydı nə olardı? Hətta bunu da deyə bilərik ki, nə istəsək, taxıl bitkiləri olmasaydı nə olardı? Bugün kimyadan qızıl keçik, platin keçdik, yəni oksigen qazı keçdik. Oksigen olmasaydı nə olardı? Yəni bu sualı verməklə müəllim əslində baxın dediyim o üsulu tətbiq edir. Yəni olmasaydı nə olur? Demək bir üsuldur. Biz onu şagirdlərə tətbiq ediriksə, bu da bir interaktiv üsuldur. Əslində bizim hər birimiz bunu sinifdə tətbiq edirik, amma bir üsul olduğunu anlamırıq bəlkə də bilmirlər deyək ki, bu əslində belə bir interaktiv üsuldur. Məsəl üçün, şagirdlərdə tənqidi təfəkkür inkişaf edir. Yəni, mövzunun əhəmiyyətini aşılayır. Bu da dərsin öyrədici, inkişaf etdirici, tərbiyə edici olmasıdır. Yəni, pedaqoji prosesin tamlığıdır. Yəni, müəllim əgər bir mövzunun əhəmiyyətini şagirddən ala bilirsə, şagird heç zaman o mövzunu öyrənməyə bilməz. Yəni, ona görə də mövzu şagird üçün əhəmiyyətli olacaq.
Məşhur interaktiv üsullardan biri də baxırıq bura Freyer modelidir. Deməli Freyer modeli əsasən şagirdlərdə söz deməli söz ehtiyatı, söz analizi aparmaq kimlikdə təhlil olunur. Deməli burada əsas məsələ nədir? Hər hansı bir məsələyə dörd tərəfdən baxmaq imkanı verir. Yəni müəllim tutaq ki, əsas nitq hissələrini keçib qurtarır. İstəyir ki, bilsin görək uşaq bu nitq hissələri necə başa düşüb, köməkçi nitq hissələri necə başa düşür. Deməli bunun üçün müəllim nə edəcək? Dörd tərəfdən baxmaq imkanı verir müəllimə. Deməli, tərifini, vacib xüsusiyyətlərini sadala deyir. Yəni tərifini de, vacib xüsusiyyətlərini sadala, nümunələr gətir və qeyri-nümunələrlə izah elə. Deməli, burada əsas məsələ nədir? Şagird hər hansı bir deməli, nitq hissəsi olsun, bir fiqur olsun, coğrafiyada bir hadisə olsun. Yəni, əsas məsələ nədir? Onun tərifini demək, oradakı faktları deməkdir. Yəni, tərif demək, məsəl üçün, bu coğrafiyada da tərif deyil ki, hər şey. Yəni faktını deməkdir. Deməli tərifinidir. Sonra həmin şey nədirsə, onun vacib xüsusiyyətlərini sadala, sonra ona aid nümunə gətir, sonra qeyri-nümunələrlə izah elə. Yəni ətrafında danış. Bu deməkdir ki, həmin şey haqqında hər tərəfli şagird biliyə malik olmalıdır. Dörd tərəfdən baxır. Yəni onun içərisində nə var? Müəllim onun hamısını açığa çıxarır. Tutaq ki, biz bugün şagirdlərə feil keçmişiksə, müəllim şagirdə deyəcək ki, feilin tərifini də deyəcək, feilin vacib xüsusiyyətlərini sadala, şagird deyəcək qrammatik məna növləri, zamanlar, yəni şəkilləri, təsvirlənən formalar, yəni təsvirlənməyən, yəni deməli burada vacib xüsusiyyətləri sonra müəllim deyəcək, yaxşı, feillərə nümunə gətir görək, ya şəkillərə, ya məna növlərinə, ya zamanlara indi nümunə gətirəcək. Sonra müəllim deyəcək ki, ay uşaqlar, indi feilin mənə qeyri-nümunələri izah elə. Yəni, başqa şeylərə, başqa nitq hissələrinə görə feili tapaq. Məsələn, tutaq ki, deyəcək ki, İlon nə edir? Sürünür. Quşunu, nə deyirsən? Üzrlə səbir edin, uşaq gəlmişdi. Aha, deməli, buna aid hər bir şey deyə bilirik. Deməli, ana nə edəcək? Məsəl üçün, yatacaq. Ana nə edəcək? Gedəcək. Ana nə edəcək? Toxuyacaq, tikəcək, bişirəcək. Deməli, burada ananı dedim və anaya görə hərəkətləri tapıram. Məsəl üçün, qeyri-nümunələrlə izah edirəm. Deməli, Freyer modeli hər hansı bir fəaliyyətə dörd tərəfdən baxmaq imkanı verir. Hətta biz ada görə əlaməti. Məsəl üçün, deyə bilərik ki, limon. Limon deyəndə əlamət yadınıza düşür. Deyəcək ki, turşdur, sarıdır. Alma deyəndə yumrudur. Tutaq ki, dadlıdır, şirindir, turşdur deyə bilərik. Yəni, yarpağa nə deyərsən? Sarıdır, yaşıldır, uzunsovdur, enlidir. Yəni, deməli, burada artıq ada görə əlamət, əlamətə görə, yəni, hər tərəfli. Yəni, turş nə olar? Uşağın biri nar deyəcək, biri alma deyəcək, biri limon deyəcək, biri alça deyəcək. Deməli, əlbəttə ki, zoğal deyəcək, gilanar deyəcək. Deməli, burada nə var? Əlamətə görə adı tapırıq. Deməli, bunu qeyri-nümunələrlə də izah edilir. Deməli, tərifini de, vacib xüsusiyyətlərini sadala, nümunələrdir və qeyri-nümunələrlə izah et. Şagird bundan sonra o mövzuna niyə başa düşməsin ki, hər hansı bir mövzuya dörd tərəfdən baxmaq imkanı verir. Bu da məşhur interaktiv üsullardan biri olan məhz Freyer modelidir. Deməli, ən məşhur üsullardan biri də BIBÖ-dür. Deməli, BIBÖ üsulu necə üsuldur? Bilirəm, istəyirəm biləm və öyrəndiklərim. Deməli, bu da çox maraqlıdır. BIBÖ üsulunu dərsin əvvəlində başlayır. Ortalarında bitirmək olar. Bəzən hətta dərs boyu gedə bilər BIBÖ. Deməli, şagirdə biz dərs keçməmişdən, hər hansı bir mövzunu keçməmişdən əvvəl deyə bilərik ki, ay uşaqlar, bax, bugün biz həşəratlar haqqında tutaq ki, keçirik. Həşəratlar haqqında nə bilirsiniz? Deməli, şagirdlər həşəratlar haqqında bildiklərini deyirlər. Filan şeyi bilirik, onu bilirik, bunu bilirik. Deməli, burada bilirəm hissəsinə yazırıq. 3 yerə bölürük də bunu, lövhəmizdə də bölə bilərik. Yəni, lövhədə markerlə bölə bilərik.
Bilirəm hissəsinə yazırıq ki, həşəratlar haqqında nə bilirəm? Yaxşı uşaqlar, həşəratlar haqqında nəyi bilmək istəyirsiniz? Arzunuz nədir? Biri deyəcək, mən bilmək istəyirəm ki, filan həşərat necə qidalanır. Biri deyəcək ki, müəllimə, mən bilmək istəyirəm həşərat nə qədər yaşayır. Biri deyəcək, mən bilmək istəyirəm filan həşəratın neçə ayağı var. Kim üçün, yəni filan həşərat harda yaşayır, necə yaşayır. Yəni bunları hər kəs istədiyi sualı verə bilər. Bunların da istəyirəm biləm. Şagirdlərin arzularını yazırıq ortaya. Sonra deyirəm açın və tutaq ki, dərsliyimizin 35-ci səhifəsində həşəratlar haqqında mövzu var. Uşaqlar, bugün dərsimiz budur. Köməkli başlıq kitabdakıları, yəni izah edirik. Yəni mən şagirdlərə indi öyrəndim qrafasına baxırıq. Bayaqdan uşaqlar sizin verdiyiniz suallar bugünkü dərsimizdə öz əksini tapdı mı? Tapdısa öyrəndiklərim. Yəni bugün biz öyrəndik ki, həşəratlar nə yedi, necə yaşayır. Yəni bu hissəyə də öyrəndiklərimizi yazırıq. Ola bilər ki, heç onlara qaranlıq qalan suallar da orada yoxdur. Müəllim əlavələrini də eləyəcək, həmin hissəyə yazacaq. Deməli, bilirəm, istəyirəm biləm və öyrəndiklərim. Bu da şagirdə nə verəcək? Mövzunu hər tərəfli öyrənmə imkanı verəcək. Əvvəldən nə bilirdi? Arzusu nə idi? Nə istəyərdi bilsin? Sonra da öyrəndim. Burada əsas məqsəd nədir? BÜBÖ-də keçmiş biliklə yeni bilik arasında əlaqə yaradır. Şagirdlərdə sual qurma bacarığı formalaşır. Elə bilirsiniz ki, hər şagird sual qura bilir. Elə şagird var ki, sual qura bilmir. Əgər şagird sual qura bilmirsə və müəllim ona, yəni bu, yəni bilməyən uşaqlar var. Ona görə sual qurmaq üçün qaranlıq qalan məqamlara uşaq özündən asılı deyil ki, yəni bacarmayan uşaqlar var, biz rastlaşırıq belə uşaqlarla. Deməli biz bu sonda da öyrəndiklərimizi yazırıq ki, bugün mən nə öyrəndim? Bugün onun üçün yeni nə var idi? Bugün öyrəndiklərin hissəsinə yazılır. Deməli, BİBÖ-nün açar məqamı nədir? Keçmiş biliklə yeni bilik arasında əlaqə yaratmaqdır. Şagirdlərdə sual qurma bacarığı formalaşır. Məntiqi düşüncəni, tənqidi düşüncəni, yaradıcı düşüncəni inkişaf etdirir. Deməli, üsullarda əsas açar məqamları tapacaq ki, yəni keçmiş bilik, yeni bilik. Sual qurmaq. Bu BİBÖ-nün əsas məqamlarından biridir. Bu da maraqlı interaktiv üsullardan biridir və biz bunu tətbiq ediriksə, şagird niyə öyrənməsin ki? Məşhur interaktiv üsullardan biri də anlayışın çıxarılmasıdır. Deməli, anlayışın çıxarılması imtahanlarda bəzən sxem kimi verilir, bəzən bu söz olaraq soruşulur. Bu hansı üsuldur? Deməli, sertifikasiya imtahanında üsullardan bir sual düşür, amma MİQ imtahanında MİQ-də 2 sual düşə bilir, bəlkə 2-dən çox düşə bilir. Yəni, bəzən də olur ki, iş formaları, yəni bir iş üsuluna düşə bilir. Yəni, bəzən iş forması düşmür, 2 üsul düşə bilir. Yəni, amma iş forması düşəndə bir üsul düşə bilir. Yəni, fərqli ola bilir. Yəni, bir balla da MİQ-çinin həyatı həll ola bilər, bir balla da sertifikasiya müəlliminin həyatı həll olar. Yəni, 35% artıma düşür ya da kəsilməkdən qurtarır. Yəni, ümumiyyətlə, bir bal da böyük bir şeydir. Deməli, anlayışın çıxarılması MİQ imtahanında keçən yox, ondan əvvəlki illər belə düşmüşdü. Deməli, heç bir şey yazmır, sxemini qurursan, çəkib ora deyir ki, bu hansı üsulun sxemidir. Deməli, bu necədir? Dairə çəkir, ortaya sual qoyur, kənarlarına da oxlar qoyur, yazır ki, məsəl üçün söz ortaya da qoyur sual. Yəni, oxlar qoyur ki, söz yazmaya da bilər. Deməli, o anlayışın çıxarılması üsulunun sxemidir. Yəni, kənarlarda söz, kənardakı sözlərə görə biz ortadakı fikri tapırıq. Bu da nə deməkdir? Ümumiləşdirmədir. Kənardakı fikirlərə görə ortadakı fikri tapmaq ümumiləşdirmədir. Yəni, ümumiləşdirmədə hansı beyin açar sözdür? Konseptual biliyin açar sözdür. Yəni, ümumiləşdirmə hansı? Təfəkkürün açar sözdür. Məntiqi təfəkkürün açar sözdür. Deməli, kənardakı fikirlərə görə biz ortadakı sözü tapırıq. Yəni, anlayışı tapırıq. Deməli, bunu sxem olaraq da verirlər və bunu söz olaraq da verə bilərlər. Yəni, ətrafdakı fikirləri, ortaq xüsusiyyətlərini müəyyənləşdir. Yəni, kənardakı sözlərin ortaq anlayışını tap.
ortaq fikri tapılır. Yəni ortaq açar söz anlayışın çıxarılmasının üsulunun açar sözüdür. Kənardakı məlumatların ortaq fikri, kənardakı fikirlərin ortaq anlayışı, yəni kənardakı məlumatların ortaq nəticəsi deyə də bilərik. Yəni ortaq sözü, anlayışın çıxarılmasının açar sözüdür. Məsələn, kənarlarda yazılacaq tutaq ki, nə bilim fil, meymun, tülkü, nə istəsən yazılır, canavar. Deməli ortada nə yazılacaq ki? Heyvanlar. Yəni vəhşi heyvanlar da ola bilər. Söhbət heyvanlardan gedir. Tutaq ki, kənarda yazılacaq ki, məsələn, bizi böyüdən insan, bizi qayğı göstərən insan, bizə layla çalan insan. Bax, bunlara görə yenə biz tapa bilmirik. Yəni bizə layla nənəmiz də çala bilər, bizim nənəmiz də böyüdə bilər. Yəni bizim yuxusuz gecələr nənəmizdə keçirə bilər. Amma orada bir dənə də fikir yazılacaq ki, bizi dünyaya bəxş edən insan. Baxın, artıq bunun anadan başqa cavabı yoxdur. Yəni bir dənə fikir olanda dəqiqliklə deyirsiniz ki, yəni bu anadır deyə. Yəni ortaya yazılacaq ana. Bugün mövzumuz ana haqqındadır. Deməli, kənardakı fikirlərə, kənardakı məlumatlara görə ortaq anlayış, ortaq fikir müəyyənləşdirilir. Bu da anlayışın çıxarılması üsuludur. Yenə deyirəm, burada əsasən qruplaşdırma bacarığı, ətrafdakı fikirləri qruplaşdırır, ümumiləşdirmə bacarığı, nəticə çıxarma bacarığı, assosiasiya yaradır. Yəni assosiasiya nədir? Əlaqə. Yəni heyvanla tülkünün əlaqəsi nədir? Daha doğrusu tülkü ilə canavarın ortaq əlaqəsi heyvandır. Yəni çiyələklə moruğun ortaq adı nədir? Meyvə. Yəni məsələn də Leyla ilə Nərminin ortaq adı nədir? Qız. Hər ikisi qızdılar. Yəni burada ona görə nəticə çıxarma var, ümumiləşdirmə var, assosiasiya var, qruplaşdırma var. Bu da məntiqi düşüncənin inkişafı, konseptual biliyin inkişafına xidmət edən bir interaktiv üsuldur. Deməli, biz burada bir neçə üsuldan danışdıq. Tam olaraq bunun ardı da var. Bir dəqiqə baxın, görək neçə dəqiqə keçib. Şəniz xanım, ardından davam edim. Ardını mən çatdıra bilərəm mənə baxın görüm. Qalsın istəsəz. Bir dəfə də qalsın, onu da keçək, sonra o sual cavab eləyərik. Yaxşı.